İyunun 19-da Ağcabədi Regional Asan Xidmət Mərkəzinin könüllülərinin təşəbbüsü ilə Konstitusiya və Suverenlik ili çərçivəsində gender bərabərliyi mövzusunda panel görüş təşkil olunub. Tədbir Ağcabədi rayon İcra Hakimiyyəti, Ağcabədi Bir saylı mediasiya təşkilatı və Aran qəzetinin birgə əməkdaşlığı ilə bərabərliklə güclənən cəmiyyət başlığı altında baş tutub. Panel görüşündə spiker qismində Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Ağcabədi Bir saylı mediasiya təşkilatının rəhbəri Aygün Kərimova və Aran qəzetinin redaktoru Məsədi Musa çıxış ediblər. Tədbirdə gender bərabərliyinin cəmiyyətin inkişafındakı rolu, hüquqi və sosial aspektləri, maarifləndirmə tədbirlərinin əhəmiyyəti və bu istiqamətdə mediasiyanın rolu müzakirə olunub. Görüş iştirakçıların sualları və interaktiv fikir mübadiləsi ilə davam edib.